Arif deyir, həmişə nəsihət eləyərdi ki, qadınlarınıza dəyər verin, onun qədrini bilin. Tələbələr dedi ki, yəqin ki, bunun ağzı istəyirdədir, Bakılılar demişkən. Ağzı istəyirdədir, bu elə bilir ki, keyfdədir cəmaat, qadınlarınıza dəyər verin. Bir gün gedək bunun evinə görək, yəqin ki, bunun necə salih bir xanımı var. Deyir, xəbərsiz gəldilər, qapını döydülər, qapını açdı, salam, dedilər, əleyhə salam, qonaq gəlmişik. Dedi, valla mən çağırmamışdım sizə, deməmişdim, gələsiz. Amma da gəlmişsiniz də, buyurun içəri. Buyurun içəri, deyir, girdik içəri, oturduq. Elə bizim gözümüzün qabağında bu Arif ki, hamı başında dolanır küçədə, bazarda. Hamı əllərindən öpür. Bunun həyat yoldaşı gəldi bizim yanımızda, nələr eləmədi. Dedi ki, bağışlayın ağa, deyəsən, bir vaxt gəlmişik. Nəsə bir vaxt deyəm, həmin elə günüm belə keçir. Təbəssümlə, mənim adi halımdır. Deyirdim, yəni ki, ona görə deyirdim ki, bəlkə keçməyəsiniz içəri, bu mənzərələri görməyəsiniz. Evinin içində birini qərar verib ki, bütün aləm onun başına dolanır, evdə, o da keyf eləyir, bununla da keyf eləyən adamlar var. Allah görsün nə qədər Allaha bağlısan yox. Yalan deyərəm. Bu keyfi yalan deyər.